götürək. Buyurun. 17-dən əvvəl sualımız var mı bizim? Xeyr, məncə yox. Məncə 17-dən əvvələ mütləq ki sual olacaq. Yəni 1-dən 17-ci sual deyim mən. Yox, iyi. 1-dən 17-yə qədər sualımız varmı? Yani demək olar ki, siz bunların çoxunu izah elədiniz burada. Olsun, yenə də sualımız yoxsa 17-yə baxaq. 17-nin özü. Anlamanız nə gözəl Zəhra, bu sevindirici halda. 17-ci sual. Fərqi 80 olan qonşu bucaqları tapın. Bax, bu sualın tiplərinə biz baxmışdıq. Deyir, qonşu bucağın fərqi 80-dir. Yəni, bunun biri x-dirsə, biri x + 80-dir. Yəni, biri opsiyon 80 dərəcə böyükdür. Və qonşu bucaqların cəmi 180 dərəcəyə bərabərdir. Yəni, 2x bərabər, 80 keçsə sağ tərəfi olacaq 100, x olacaq 50. Onda bucaqlardan biri 50-dir, biri neçədir? 130-dur. Ya da nə edə bilərik biz burada? Məsələn, bu birinci gedişimiz. Buna 1 deyək. İkinci. Deyə bilərdik ki, əgər qonşu bucaqların fərqi 80-dirsə, düşünək ki, qonşu bucaqlardan biri x-dir, biri y-dir. Əgər bu bucaqların fərqi, yəni x minus y 80-dirsə, onda bu bucaqların cəmi, yəni x plus y 180-dir. Toplasaq, olacaq 2x bərabərdir 260, x bərabərdir 130. Aha, biri 130-dur, ona digər nə qədərdir? 50. Şimdi baxırsın fikrinizə. Yaxşı mı? Sual. – 27-yə qədər sual. Çox xahiş edirəm. Arada Ayşə sual buraxmayaq. Canan sual ver. Rəvan, eşidirəm səni. Yoxdur mənim 27-yə kimi. Sənin üçün yoxdur. Rəvanın sualı var. Haycan? Yoxdur mənim. 22-yə baxa bilərik. Yoxdur mənim. Yaxşı, 27-yə baxaraq. 27 deyək kişi. 27-dən 22 mən. Neçə? 22. 22 ki, baxaq 22-yə. 22-ci suala davam edirik. Uyğun tərəfləri, burada dayanırıq. Mən bunun haqqında danışmamışam. Baxın, var uyğun tərəfləri paralel, bir də var uyğun tərəfləri perpendikulyar olan bucaqlar. Bu nə deməkdir? Bax, bir dənə iti bucaq çəkirəm, bir dənə də kör bucaq çəkirəm. Bax, bu iki bucağın bu tərəfi buna paraleldir. Uyğun olaraq bu tərəf də buna paraleldir. Yəni, bu bucaqların uyğun tərəfləri nədir? Paraleldir. Sizcə bunlar eyni adlı, yoxsa müxtəlif adlı bucaqlardır? Müxtəlif adlı. Biz sizə deməkdir eyni adlı. Eyni adlı o deməkdir ki, hər ikisi iti-iti ya da kör-kör. Amma müxtəlif adlı, biri iti, biri kör. Bu müxtəlif adlıdır. Niyə? Çünki biri iti bucaqdır, biri kör bucaqdır. Əgər uyğun tərəfi paralel və da perpendikulyar bucaqlar müxtəlif adlı olarsa, yəni biri iti, biri kör bucaq olarsa, mütləq onların cəmi 180 dərəcəyə bərabərdir. Yox, eyni adlı olarsa, məsələn, bu bir iti bucaqdır, bu da bir iti bucaqdır. Bu buna paraleldir, bu da buna paraleldir. Bunlar eyni adlıdır. Bu alfadır, bu da alfadır. Mütləq bir-birinə bərabər. Ola bilsin, bunların uyğun tərəfləri olar perpendikulyar. Məsəl üçün, bu buna perpendikulyardır, bu da buna perpendikulyardır. Sizcə bunlar eyni adlı, yoxsa müxtəlif adlıdır? Müxtəlif adlı. Bir iti bucaq, bir kör bucaqdır. Ona mütləq yenə cəmi nə qədərdir? 180 dərəcə. Bir daha qayıdırıq. Uyğun tərəfi paralel, elə olsun perpendikulyar, önəm daşımır. Eyni adlıdırsa bir-birinə bərabərdir. Müxtəlif adlıdırsa cəmi nə qədərdir? 180 dərəcə. İndi sual 22-yə baxırıq. Uyğun tərəfləri perpendikulyar olan iki bucaqdan biri digərinin 17 dəfə kiçikdir. Aha. Bunun biri x-dir, biri 17x-dir. Demək ki, bir-birinə fərqlidir də bunlar, bərabər deyil. Onun mütləq cəmi 180-dir. Yenə deyirəm, uyğun tərəfi paraleldirsə və ya perpendikulyardırsa iki hal yaşanır. Ya həmin bucaqlar bir-birinə bərabərdir, ya həmin bucaqların cəmi 180-dir. Əgər bunlardan biri opsiyanın 17 dəfə kiçikdirsə, mütləq şəkildə bu bucaqların cəmi 180-dir. O zaman yazırıq 18x olacaq 180, x bərabərdir 10. Biri 10-dur, biri 17 dəfə böyük, yəni 170-dir. Oldu mu?
Müəllim 27 24-ə baxa bilərik. boşdur. Niyə baxmıyoruz ki? 24. 24-də bizdən nə istəyir? Açıq bucağı verib, açıq bucaq şüalarına bölünür. Alfa, beta, gamma. Bax, alfanın, betanın və gammanın cəmi mədəni 180 dərəcədir. Çünki tamdır da, doğrusu açıq bucaqdır. Şərtdə deyir ki, alfa ilə gammanın cəmi sənə betanı verir. Və görürsən, yazıqdır 24-də. Onda alfa plus gammanın yerinə yaza bilərik bir dənə nə? Beta. Bir də plus nə var əlavə? Beta cəmi 180-dir. Ona beta nə qədərdir? 90 dərəcə. 60. 90 yoxsa 60? Nə qədərdir? 90'dır. 25 90. Mən karısınızdır. Canın sağ olsun. Getdik, davam edək. Sual 27. 27. 27 də yəni zaten sadə bir sualdır. Bizə düz bucağı verib. Alfada bu da betadır. Şərtdə deyir ki, alfa minus beta 30'dur. Bəs yaxşı. Alfa plus beta neçədir? Kim deyir? 90. 90. Düz bucaqdır da. Toplasaq tərəfləri sistem alıq bir dənə. 2 alfa 120, alfa oldu 60. Onda alfa 30'dursa, 60'dırsa beta da 30'dur. Evet. 36 daxil sual. Buyurun. Buyurun, eşidirəm sizi. Məndə 38'dir. 38'in əvvəl sual var axı. Həm 30. 30. Sual 30'da deyir. Birinci bucaq Mən 30'u deyim. yazamdan keçirəm. İkinci bucaq plus dördüncü bucaq. Bu 3 dənə bucağın cəmi nə qədərdir? 300 dərəcə. Eləmi? Bizim üçün tam bucaq neçə olmalıdır? 360. 360. Onda bura qalır 60 dərəcə. Bu qədər. Başqa. Tam bucaq 360 da düzdürmü? Bir də 1'in, 2'nin və 4'ün cəmi. Bu hissənin cəmi 300'dür deyir. Onu yerdə qalır 60 dərəcədən. Bu qədər sonra. Sonra 36 daxil sual. ...45 daxil sual. Buyurun. 38. 38. 38 Bir müəllim. sual 38'e. BD şuası ABC düz bucağından, bax, əvvəlcə çəkirəm A, B, C düz bucağına. Buradan bir dənə BD şuası keçirirəm. Bax, BD şuası. Deyir BD şuası ABC düz bucağının 18'də 5 hissəsi olan düz bucaq nə qədərdir? 90 dərəcə. Bunun 18'dən 5 hissəsi edir 25 dərəcə. 25. ABD bucağına ayırır devə buranı 25. Yaxşı, bu 25 isə bura nə qədər qalır qardaş? 65 qalır da. Ağcam 90'dır. Bizdən DBC bucağına 65 dərəcə. Bu qədər sayı. Bir də keçin üstündən. Devam, sualın yoxdurmu? Xeyr müəllim. İşləmirsən ümumiyyətlə? Müəllim işləməmişdim, amma nəzərdən keçirdim yəni sualları. O necə olur? İşləməmişsən, nəzərdən keçirdim. Yəni, nə işləməmişsən ki, sən bəs nə işləmişsən evdə? Nə varmışsan bu günlərin? Trigonometrik funksiyaları işləmişəm. Hə, bildim, sən bildin. Hə, bildim. Sual. 40'a baxa bilərik. Baxın.
Uyğun tərəfi paralel olan iki bucaq. Bax, bir qayıtıq geri. Uyğun tərəfi paraleldirsə, ya bir-birinə bərabərdir, alfa bərabərdir beta. Ya da alfa ilə betanın cəmi 180-dir. Bir dənə baxaq, kimsə qoşulmaq istəyir deyəsən. Müəllim, üzrlü sayın, işim var idi, ona görə gec qatıldım. Problem yox, dəniz. Hə. Əgər uyğun tərəfi paraleldirsə, ya bunlar bir-birinə bərabərdir, ya da bunların cəmi 180 dərəcədir. 40-cı suala baxırıq. İndi deyək ki, bucaqlardan biri 50-dir. Biri 50-dirsə, onda ya elə o birisi də 50-dir. Ya da biri 50-dirsə, o birisi 30-dur. Hansı var cavabda? C bəndi. Bu variantı. C Hansı bəndi. var? Oldu? Bəli. Acı nədir? Düz deyirsən, B bəndi. B bəndə Hə, mənim. mən 30-150-yə baxdım. 50-130 yazmışam. Hə. Sonra buyurun. 44-ə qədər, 45-ə qədər sual. Müəllim 44-ə baxa bilərik. Niyə baxmayaq ki? Sual 44. Bizə paralel düz xətti və kəsəni verir. Alfadır, bu da betadır. Sən bilirsən ki, alfa ilə betanın cəmi 180-dir. Niyə? Daxil bir tərəfi bucaqlardır, biri bucaqdır, biri kör bucaqdır, bunların cəmi 180-dir. Və şərtdə sənə deyir ki, betanın qiyməti 2 alfaya bərabərdir. Onda yazaq alfa plus, betanın yerinə yazaq 2 alfa 180. 3 alfa 180, alfa bərabərdir 60. Onda alfa 60'dır, onda beta 100'dir. Olar? Devam edelim, buyurun. Mənim 47-yə baxaq. 47. Deyir ki, A, B, D bucağı, daha C, B, D bucağı A, B, D bucağının 3 dəfə kiçikdir. Yəni C, B, D bucağı x-dirsə, A, B, D bucağı 3x-dir. Gördün mü? Və A, B, C bucağının özü, yəni x-dən 3x-in cəmi 80-dır. Onda x 20-dir. Onda 20-dir, onda bu da 60-dır. Mən bir sual verə bilərəm. Əlbəttə. Mən 3 dəfə kiçikdir deyəndə də 3x yazılır, 3 dəfə böyük də deyəndə 3x yazılır. Sən bunun birinə x bölünsün üst deməksən deyəsən, eləmi? Bəli. Əslində səninlə həmfikir olmuşam illərcə. Amma məsələn dərk edənə qədər. Baxırsan hardan başladı? Deyir ki sənə qonşu bucaqlardan biri obsidən 3 dəfə böyükdür. Onda biz həmişə kiçikdən başlayırıq, buna x deyirik. Onda 3 dəfə böyükdür, nə deyirik buna? 3x deyirik. 3. X ilə 3x'in cəmi 180. Keçir sual həll etməyə. Bir də sənə deyir ki, qonşu bucaqlardan biri obsidən 3 dəfə kiçikdir. Ama demişdik, birinci dedim ki, qonşu bucağın biri o birisindən 3 dəfə böyükdür. Kiçiyə x dedim, bu birisine ne dedim? 3x dedim. Şərti sənə belə qoyur. Qonşu bucaqlardan biri o birisindən 3 dəfə kiçikdir. Əgər onda sən böyüyə x desən, kiçik avtomatik olacaq x bölünsün 3. Gördün mü? X plus x bölünsün 3 bərabərdir 180. Bu tənli həll etsən doğru cavab alarsan. Amma kəsirdən biri faydalıdır. Bu sənə lazımdırmı? Sənə dedim ki, qonşu bucağın biri obisindən 3 dəfə kiçikdir. Sən onda yenə kiçiyə x-dir, onda avtomatik obisi bundan böyük olacaq. Olacaq yenə 3x. Bilmirəm, fikrim aydın oldu mu, yoxsa bir də üstündən keçəm? Oldu. Aha.
Sonra buyur. 54-ə qədər sual. Eşitəm sizi. Mənim 9. Neçə? 49. 49. Hə. 49-da A, N, C, bu da olsun bir dənə B. Deyir ki, A, B, N bucağı, bax bu bucaq. B, yox, M, B, N, yəni bu bucağa, o da M, B, C bucağına bərabər. Gördün mü? Hər biri də 18-dir. 18, 18, 18. Kişi, onda bütöv A, B, C bucağı nə qədərdir? 54. Aydın olmadı. Amma orada Olsa davam edelim. mən ikisini götürmüşdüm, o saat yazmışdım. Bizə ABC istəyir, bütöv istəyir. Buyurun, sual. Mən 53 53 mənim 53. Bir neçə? 53 də. Qabaq sual var Bəli. mı? İkimiz də Hə, istəyirik. 53 isə onda baxaq 53-ə. 120 dərəcənin bucağın tərəfləri arasından keçən şua onu 1-in 2-yə nisbətində böldür. Bax, bir dənə kör bucaq verib 120 dərəcədir. Buradan bir dənə şua keçir, bax beləsinə. Və bunu 1-in 2-yə nisbətində bölür. Bu hissə olur x, bu hissə olur 2x. 120 dərəcəlik bucağı böldü 2 hissəyə, x və 2x hissəsinə. Və hansı ki, bu hissələrin cəmi yenə sayı 120 verəcək. 3x yenə 120 olacaq, x olacaq burada 40. Onda bucaqlardan biri 40-dır, o birisi 80-dir. 70-ə qədər sual. 58. 58-ə gəlin baxaq. Deyir ki, 58 müəllim məndə də səhvdir. baxırıq. FOD bucağı 60-dır. Bax, FOD. Bu bucaq 60-dır. COE bucağından COE. Bax, bu bucaqdan buna bir alfa deyək. DOB. DOB. Bu bucağı çıxsa, yəni beta bucağı deyək də buna. Deyir, neçə qalacaq? 10 dərəcə. Elədir mi? Bəli. Aha. Baxın. Bu 60-dırsa, bu bucaq neçədir? 50. 60. 60. Niyə? Çünki bax, qarşılıqlı bucaq. Görürsünüz bir-birinə bərabər. Bəli. Onda alfa 60-dırsa, betanın qiyməti 50-dir. Axı deyib, bu çıxılsın, bu bizə 10 dərəcə verir. İndi məsələ nədir? Bax, buradan bura bizə açıq bucaq verir. Görürsünüz bütöv. Açıq bucaq nə qədər olmalıdır? 180. 180. Bura bir x desəm, bax, bura 60-dır. Bura 50-dir. Üstə gəl, bir də x olmalıdır 180. X oldu 70. X də bərabərdir. Onda bu da 70'dir. Aha, bu da qarşı bucaqdır. Bizə də AOF-i soruşur, 70 dərəcənin. Sual. 62-yə qədər sual. 61. 1. Uzunluğu A olan parça 4 bərabər hissəyə bölünmüşdür. Düşünək ki, olsun bu. 4 bərabər hissəyə bölünürsə, hər bir hissənin uzunluğu A bölünsün 4-dür. 4 bərabər hissəyə bölünür. Deyək, birinci və dördüncü hissənin ortalarını birləşdirsək, baba, birinci ilə dördüncünün ortasını birləşdirsək. Burada bir dənə A bölünsün 4 var. Plus. Burada da bir dənə bütöv A bölünsün
4 var. Bir də bunun yarısı ilə bunun yarısı yenə sağ nə verəcək ikisi bir yerdə? A bölünsün 4. Olacaq 3A bölünsün 4. Məsafə bu qədər. Qoy 60 yazım istəyirsiniz. Uzunluğu A olan parça 4 bərabər hissəyə bölünmüşdür. 60 yazım. Baxın. Yenə də uzunluğu A olan parçanı 4 bərabər hissəyə böldük. Onda hər bir hissənin uzunluğu A bölünsün 4'dür. 4 dənə hamı olsun, yəni olacaq A. 2A bölək 4 A. olur. Deyir ki, birinci və üçüncünün ortaları arasında birləşdirsək. Bax, birinci ilə üçüncünün ortası da B deyək. Onda ortada bir dənə bütöv nə qalıb? A bölünsün 4 plus. Bir də bununla yarısı nə verəcək? Bir dənə bütöv A bölünsün 4. Olacaq 2A bölünsün 4 və ya A bölünsün 2. Bunun tənid yazma olar. Daha doğrusu dəyişən ifadə eləmək də olar. Daha da burası ehtiyac yoxdur. Nə var ki? 68 daxil. 67. 67. Barqrafda bucaqların növləri verilmişdir. Alfa, beta və qammanın cəmi 310'dur. Qammanın ən kiçik tam... Aha. Beta bucağı nə qədərdir? Baxın. 90 dərəcə. 90. Beta düz bucaqdır. Alfa nədir? İti bucaq. 0'dan böyükdür, 90'dan kiçik. 90 dərəcədən kiçik. Qamma nədir? Kör bucaq. 90 dərəcədən böyükdür, 180'dən kiçik. Alfa, Qammanın ən betanın, kiçik. qammanın bir dənə baxacaq 310'dursa, burada beta 90'dır da. Alfa plus qamma plus 90 310'dur. Alfa ilə qammanın cəmi qısası neçə deyir? 220'dir. İndi müəllim, qammanın ən kiçiyi üçün alfanın ən böyüyü. Ən böyük götürməliyik. Qammanın ən kiçik. Sən qammanın topanlarının birinin ən kiçiyini tapmaq üçün digər topanın nəyini götürməlisən? Ən böyük qiyməti. Alfada iti bucaqdır. İti bucağın ən böyük qiyməti 89 dərəcədir. Plus qamma olacaq 320. Onda qamma da bərabərdir 320. 320 nə idi? 220. 220 çıxılsın 89. Yaxşımı? Sual. 73'e baxaq da müəllim. Baxa 73'ə. 72. 2'yə baxacaq. Ayrıq xətləri verib. B, A, K bucağı, bax. Bu bucaq 150 dərəcədir. Və deyir ki, BC ABD-nin tən bölənidir. Bu bucaq, bu bucağa bərabər. Baxın, bu 150'dirsə, onda burada 150'dir. Niyə? Daxili çarpacaq. Amma bölündü. 75, 75. Bu 75'dirsə, onda bura neçədir? 105. Axı, yenə bu ikisinin cəmi 180'dir. Bizdən bu hissəni istəyir. 105 istəyir. Olacaq 105 dərəcə. 74 mənim. 73 seçdim mən deyəsən, eləmi? Mən deyirəm 73. Mən 73 kimsə demiş. Zəhrə, baxım, yadımsansa gözəl haldır. İllərlə işlənilən sualdır, artıq çiğnənmiş sualdır. Amma baxaq yenə də. Alfa, beta, gamma, bu da x. İsbatını da zaman vermək olar. Burada alfanın, betanın, gammanın cəmi x-ə bərabərdir hər zaman. İsbatını vermək olur. Bu heç, bunu bildik. Şərtdə deyir ki, x minus alfa 120'dir. X minus beta 110'dur. X minus gamma da 100'dür. X bucağını tap. Bax, hər dəfə x-in yerinə yazaq alfa, beta, gammanın cəmini. Axı, x alfa plus beta plus gammaya bərabərdir. X-in yerinə alfa plus beta plus gamma yazsaq, x-dən birinci alfanı çıxırıq, qalacaq beta plus gamma.
Neçədir birincidə? 120. X-in yerinə yazsaq, betanı çıxanda qalacaq alfa plus gamma. 110. X-in yerinə yazaq, gammanı çıxsaq qalacaq beta plus alfa. 100 dərəcə. İndi bunun tərəfləri toplayaq. Olacaq 2 alfa, 2 beta, 2 gamma. 330. Bölsək alfanın, betanın, gammanın cəmi olacaq neçə eləyər? 165. 165 olacaq. Düzdür mü? 165. Düzdür? Neydi? Ben bilemedim. Alt-alta topladım ya. Mevzu Anla budur. bile öyle. Niyə də yox? Hə, bunların cəmi neçə olacaq? 165. Bizə nə istəyib? Eksi istəyib də. Olacaq 165 dərəcə. Bu qədər sadə. Bu da var, rahat yolda yazırıq da. Sual. Neçəyə davam edirik? Deyin görək sualınıza. Şuan, növbəti sualınızı deyin. Yoxdur sualınız? 76. Güya burada məsəl üçün Kənan 75 işləyib ki, qeyci işləmişəm. Mənim 75-dən müəllim ikisini bir-birinə bərabərləşdirəcək də. Oradan ikisi tapırıq. Mən çünki bizə deyib ki, OK, AOB uçsan şeyin təm böləni ona görə. Şeydir, təm Təm böləni olduğuna görə. Bucağın təm böləni onu 2 bərabər hissəyə bölür. Demək ki, 2x minus 25, bəli, 5x minus 23-ə bərabərdir. Onda 3x bərabərdir 48-ə. X bərabərdir 16-ya. Bizə istəyib AOB bucağın bitir. X 16-dırsa, 16 bıraq 2, 32 üstə gəlin 5-incədir. 57 midir deyəsən, eləmi? 57, 57. Cavab 114 elə burada. Bəli, mən bu birisi də 57. Bəli, müəllim. 114 edir. 85-ə qədər sual. Buyurun. 82. Mən tamam, deyin sonra. 82 müəllim. Baxın 82-yə. Məndə də 82. Daha hədislər. Baxın, 76. Bəndə baxaq qaydaraq. Bunlar uyğun tərəfi perpendikular bucaq. Siz uyğun tərəfləri perpendikulardır. Buna alfa deyəcəyik, buna beta deyəcəyik. Deyir alfa ilə betanın cəmi 100-dür. Sən burada bilirsən ki, alfanın qiyməti betanın qiymətinə bərabərdir. Niyə? Uyğun tərəfi perpendikularsa və hər ikisi iti bucaqsa, bunlar bir-birinə bərabərdir. Oynadılır. Aha. Bura 50-dir. Bu 90-dırsa, onda bura qalır neçə? 40. Beta 40-dır. Beta 50-dir. Bu 90-dırsa, düz bucaq. Bucağın daxil bucaqların cəmi 180-dir. 90, 50 bura yenidən neçə qalır? 40 qalır. Düzdür? Bizə deyir ki, alfa minus x-i tap. Yəni 50 minus 40-ı tap. Cavab olacaq 10 dərəcə. Buyurun. 72 demişdiniz dərsən? 76. Ben bilmiyorum. 82'de cevap 80 çıxıb. Bir dənə baxaq da. Tamam, 10 çıxıb. 10 çıxıb, 10. Zəhra, alfa minus beta ümumiyyətlə axı heç 80 dərəcə ola bilməz. Yəqin gözündən qaçmasın, yaxşı mı? Diqqətlə baxarsan. Tamam. Yəni, neçəyə baxaq? 76-ya. Bucağa qonşu olan iki bucaq A. Biri var alfa bucağı və bunun qonşusu beta. Bu başqa məsələdir. Bir də bucağa qonşu olan iki bucaq. Bu yaranır bilsən harada? Qarşılıqlı bucaqlarda. Bax, həmin o ağsaqqal budur, durub burada. Bunun qonşusunun biri budur, biri də budur. Qonşusunun biri sağında, biri solunda. Əgər bucağa qonşu olan iki bucaq deyirsə, bu mütləq qarşı bucaqdan söhbət eləmək istəyir sənə. Və həmin bucaq budur. Ona qonşu olan iki bucaq, biri sağda, biri də solda. Və bunlar bir-birinə bərabərdir. X-dir, bu da X-dir. Və bunların cəmi 250-dir. Yəni 125, 125. Onda bura qalır neçə? Yoxsa 55 qalır, 55. 55 müəllim, 55. Oldu? Bəli müəllim. Bəli. Biraz söhbətləndirək uşaqlar. 94-ə qədər sual. Benim 99 yazmışım. 89.
Neçə? 89. 89. Bəli, mən. 89. 89'da uyğun tərəfləri perpendikülər olan iki bucaqdan biri 94. İkincisi isə kör bucaqdır. Aha. Nə? Uyğun tərəfi perpendikülər olan iki bucaqdan biri 94'dür. Bax, uyğun Müəllim, biri perpendikülər 94, biri 86'da. Qulaq as. Biri alfadır, biri beta. Bunlar iki dənə bucaqdır. Bunların uyğun tərəf perpendikulyardır. Dedi, iki hal var. Ya bərabərdir, ya cəmi 180'dir. Əgər bərabər biri 94'dürsə, onda Mən o yoxsa birisi- 94 o birisi bu ola kör bilər- O birisi ola bilərdi, bilirsiniz neçə? 86. 86 ola bilərdi, düzdürmü? Amma şərtə bax, deyir o birisi kör bucaqdır. Ona göre alfada Bunda 90. Onda bu 94'dür. da 94'dür. Onda alfabetiyə bərabərdir. Bildin mi məsələni? İkinci bucaq 94. Mənim niyə 86 ola bilməz? 86. Ola bilər, tamamən haqlısan. Axı deyir ki, 86 idi bucaq. 86 niye olmasın ki? 86 kör bucaq deyil. qızım, bax, biri 86 idi bucaqdır. biri 94-dürsə, digəri 86 ola bilərdi. Amma deyir axı ikinci bucaq kör bucaqdır. Anladım. Neyse ikinci de alfada yani 94'tü. Və biz nə deyirik ki? İkinci bir beta'nın da 86 götürebilir diyor orada. Kör bucaq deyil. Səbrin olsun. Biraz təmkinli olun. Bir de bakıyorum. 89-un sonra bax, mənim ekranı oxuyacaq.